Salam balaca dostlar. Bugün sizə çox ürəkli, mehriban bir nağıl danışacağım. Gəlin birlikdə sakit olaq və balaca dovşanın maraqlı hekayəsinə qulaq asaq. Bir zamanlar uçsuz bucaqsız yaşıl meşədə Mişo adlı kiçik bir dovşan yaşayırdı. Onu meşədə hamı tanıyırdı. Çünki Mişonun yerkökləri bütün meşədə ən parlaq və ən dadlı idi. Günəş doğanda onların ucları narıncı qızılı kimi işıldayırdı. Mişo hər səhər oyanar, su qabını götürüb bağçasına qaçardı. Bağçasını sulayanda öz-özünə deyərdi: "Mən meşənin ən zəhmətkeş dovşanıyam. Bu yerköklər mənim tərimlə böyüyüb. Heç kim onlara layiq deyil." Bir gün qonşusu, mehriban kirpi Timo, Mişonun yanına gəldi. Timo yavaş-yavaş addımlayır, amma hər addımında üzündə bir gülümsəmə olurdu. O, Mişonun bağçasına baxıb heyranlıqla dedi: "Ay Mişo, yerköklərin möhtəşəmdir. Mənim balalarım da yerkökü çox sevir. Bəlkə bir neçəsini verəsən onlara?" Mişo qaşlarını çatdı. "Yox, Timo, mən bunları özüm əkmişəm, özüm sulamışam. Mənə də azdır, başqalarına necə verim?" Timo biraz sükutla başını aşağı saldı və sakitcə getdi. Meşədəki quşlar bu söhbəti eşitdilər. Hər kəs biraz təəccübləndi. "Bu ki əvvəlki çox gülərüz dovşan idi. Niyə bu qədər xəsis olub ki?" deyə sərçə pıçıldadı. Axşam düşdü. Meşədə sakitlik idi. Mişo evində oturub səbətlər dolusu yerköklərə baxdı. O qədər çox idi ki, artıq onları saxlamağa yer tapmırdı. O birini dişlədi. Amma qəribə bir şey oldu. Bu dəfə yerkökünün dadı əvvəlki kimi şirin gəlmədi. Mişo başını yellədi. Pəncərədən kənara baxdı. Uzaqda kirpinin evindən zəif bir işıq gəlirdi. "Yəqin balaları ilə oturub bir tikə çörək yeyir," deyə düşündü və ürəyinin içində bir sancı hiss etdi. Səhər külək qopdu, güclü yağış başladı. Mişonun bağçasında torpaq yumşaldı. Bir çox yerkökü torpaqdan çıxıb axınla dərəyə doğru yuvarlandı. Mişo qaçdı, amma hamısını xilas eləyə bilmədi. O torpağın içində oturub ağladı. "Kaş paylaşsaydım, bəlkə indi heç olmasa sevinən dostlarım olardı." Yağışdan sonra meşə sükuta qərq oldu. Mişo ağır addımlarla kirpinin evinə getdi. Qapını döydü. Kirpi qapını açanda Mişonun qulaqları hələ də islanmışdı. Gözləri qızarmışdı. "Timo, mən çox utanıram. Dünən sənə kobud danışdım, amma indi başa düşdüm ki, heç nəyi paylaşmamaq insanı tək buraxır." Kirpi gülümsədi. Biraz düşünərək dedi: "Bax Mişo, paylaşmaq sadəcə yemək vermək deyil. Bu, ürəyini bölüşməkdir. Gəl içəri keç, sənə bir fincan isti çay süzüm." Otaq istiliklə doldu. Kirpinin balaları gülümsəyərək Mişoya baxırdılar. Mişo o an anladı ki, xoşbəxtlik heç də dolu səbətdə deyil, səmimi baxışlarda, dost gülüşündədir. O gündən sonra Mişo tam dəyişdi. Artıq hər dəfə yerkökü yığanda bir hissəsini dostlarına aparırdı. Bəzən meşədəki balaca sincablar ac qalanda Mişo onlara da yerkökü aparırdı. Günlərin birində o böyük bir elan yazdı. "Bazar günü, paylaşım günü, hamı öz sevdiyi yeməkləri gətirsin, bir yerdə yeyək." O gün meşə sanki baryam edirdi. Quşlar gilə meyvə gətirdi, ayı balı, dələ fındıq, kirpi alma tortu. Hər kəs bir-birinə gülümsüyürdü. Mişo ortada oturub səssizcə baxdı. Külək yüngülcə onun qulaqlarını yellədi. Günəş yavaşca batırdı. O pıçıltıyla dedi: "Ən dadlı yerkökü dostluğun içində yetişir."
və o gündən Mişonun bağçası daha da məhsuldar oldu. Çünki sevgi ilə becərilən torpaq hər zaman bar verir. Uşaqlar, unutmayın, paylaşılan hər şey böyüyür. Paylaşanda biz həm başqasını, həm də öz ürəyimizi sevindiririk. Yaxşılıq eləyin, dostlarınızı sevin və indi rahatca yuxuya gedin. Sizə xoş yuxular.